Hüseyin suskun, hain mi pusku, iğrenç insanları gördü ve kustu. 2009 7 dekabr 2039, yaş 30'du. Bu yerler bir söhbətdir ki, şeytanla meleği de buna kustu. Hüseyin xoşbəxt görünür dostum, bu səhv rakustu. Dostum dediyim insanlar gəldi, münasibətimizi pozdu. Getdim falçı yanına, o da yuxularımı daha pisə yozdu. Səhv anlaşılma oldu, etdim fədakarlıq, amma həmən dostum, mən o postu. Mən də sustum, yaramadım heç zaman məndə, plusda minusdu. Gedirəm uzağa, düşürəm tuzağa, elə yıxdılar ki, durmadım ayağa. Bax bu suala, bax bu sorağa, evdən qovuldum, qoyuldu qadağa. Gedəmədim qabağa, xəstə oldum. Düşdüm yatağa, təkləndim, batdım, düşdüm batağa. Bro, you can't run because it is a saga. Buranın məişət qayğıları oradakindən də dəhşətlidir. Özü də ki, vay halına həyatda ətəyindən tutmağa bir kəsin kimsən. Karakterim dəyişdi, soşyal nəşdi, direksiyon avı, Hüseyinsə heçdi. Məqsədim keçdi, yolumu seçdim, qəlbimi deşdim, ilişdim, heçdi. Hüseyin danışmır, qaynayıb qarışmır, yaşadım insomniya, yuxularım qarışdı. Bir vaxtlar qardaşımdı dediyim insanlar indi tanışdı. Mənim şey təkərsiz maşındır, yəni bu səhv yarışdı. Amma mən yenə yarışdım, yox idi başa düşən, özümdən danışdım. Ailəm yordum, bu irəli yoldu, danışdım həyatımı insanlara. Mən qayıdır dedilər ki, Hüseyin həqiqətən bu gülməli pirik oldu. İç içki, iç tüstü, bədənim küstü məndən, qüsədinəm ki üstüm. Doymadım, biraz daha süzdüm, ailəm çox üzdüm. Havalar yağışdı, əlimdə hədiyyə, amma gəlməmişdi o hazırlığa. Mən plansızam, görmədim ehtiyac əslində hazırlığa. Hədiyyə qaldı əlimdə, öyrəndim başqa məlumat. Başqasını seçib, mən də təkərə düşdüm.